ABŞ-İsrail cütlüyünün İrana hücumundan sonra başlayan müharibənin 25-ci günündə nələr baş verir? Ən son məlumatlara görə İranın 15 əyalətində ən azı 206 hücum qeydə alınıb. Nəticədə ən azı 4 nəfərin həlak olduğu bildirilib. Əl-Cəzirə nəşrinin məlumatına görə Tehrandakı partlayışların miqyası və həcmi indiyə qədər görünməmiş həcmdə olub. İsrail paralel olaraq Livana da hücumlar həyata keçirib. Livanın cənub sahil şəhəri Sidon yaxınlığındakı Fələstin qaçqın düşərgəsində bir mənzilə hücum nəticəsində 2 nəfər həyatını itirib. İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, ölkəsi Hizbullaha qarşı əməliyyat çərçivəsində Livanın cənubundakı böyük bir ərazini nəzarətə götürəcək. Hücumların fonunda Livan hökuməti İran səfiri Məhəmməd Rıza Şeybanini persona non grata elan edərək ölkədən çıxmağını tələb edib. İran isə öz növbəsində İsrailə, Körfəz ölkələrinə və İraq Kürdistanına hücumlar edib. İranın raket hücumlarında İsrailin paytaxtı Tel Aviv şəhərinin və ölkənin digər mərkəzi bölgələrinin böyük ziyan gördüyü bildirilir. Tələfat barədə isə məlumat verilməyib. Digər tərəfdən, ABŞ prezidenti Donald Trump son 2 gündür İranla hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması ilə bağlı çox yaxşı və məhsuldar danışıqlar apardığını açıqlayıb. Lakin İran tərəfi bu danışıqları təkzib edib. Məlumata görə Türkiyə, Misir və Pakistan danışıqların başladılması üçün vasitəçi kimi çıxış edir. Bu səylərin uğurlu olacağı təqdirdə danışıqların Pakistanın paytaxtı İslamabadda aparıla biləcəyi qeyd olunur.